Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illik yubileyi münasibəti ilə Gəncə bölməsində dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə şəhərində yerləşən elmi müəssisələrindən bioresurslar, ekologiya və təbii ehtiyatlar, aqrar problemlər institutları və Nəbatət bağı tərəfindən birgə təşkil olunub. Başlanğıcda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri akademik Fuad Əliyev açıb. O, müasir tariximizdə Respublikamızın ikinci şəhərində fundamental tədqiqatlar apara bilən elmi mərkəzin formalaşdırılmasını Ulu Öndər Heydər Əliyevin strateji düşüncəsinin nəticəsi kimi dəyərləndirib. Həmçinin elmimizin səviyyəsinin yüksəldilməsinin, müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafı naminə ölkə rəhbəri cənab İlham Əliyevin uğurla apardığı siyasətin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Bölmənin sədri 80 yaşlı akademiyanın inkişaf yolu tarixində onun hazırki Gəncə bölməsinin də özünün 44 illik fəaliyyəti ilə Azərbaycan elminə, eləcə də iqtisadiyyatına əhəmiyyətli töhfələr verdiyini qeyd edib. Respublikamızın qərb bölgəsinin bu başlıca elm ocağının keçdiyi təkamül mərhələlərinə nəzər salıb. O, həmçinin bu prosesdə xüsusi əməyi olan böyük alimlərimizi də yad edib. Sonra dəyirmi masada məruzələr dinlənilib. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Dosent Əli-Muxtar Muxtarov, Gəncə bölməsinin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə verdiyi töhfələr, Elm və Təhsil Nazirliyinin Nəbatət bağının bitki ehtiyatları şöbəsinin müdiri, biologiya elmləri doktoru professor Aynur Bayramova elmi kadrların hazırlanmasında Azərbaycan Milli Elmlər Akademiyasının rolu, Bioresurslar İnstitutunun direktoru, kimya üzrə fəlsəfə doktoru Dosent İmran Qasımov, Elmlər Akademiyası Respublikanın Ali Elmi İdarəsi Azərbaycan elminin parlaq zirvəsidir. Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun Fiziki-Kimyavi Analiz Laboratoriyasının müdiri Mehriban Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin elmi fəaliyyəti işığında Fiziki-Kimyavi Analiz Laboratoriyasının rolu, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli yeniləşən akademiyada gənclərin rolu mövzularında çıxış ediblər. Tədbirin sonunda akademik Fuad Əliyev bir daha alim və tədqiqatçıları əlamətdar yubiley münasibəti ilə təbrik edib və bu bölgədəki elmi tədqiqatların aktual istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də gənc elmi kadrların yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb. Belasına burundan çıxmış buna deyilər